Salam, deməli bugün mexaniki iş güc bölməsindən 2025-ci il test toplusundan olan suallara baxacağam. Daha doğrusu yeni daxil olmuş suallara baxacağam. Başlayırıq 84-cü sualdan. Aha. Deyir ki, bloklar sistemi eyni zaman ərzində M kütləli cismə təsir edən ipin gərilmə qüvvəsinin işinin ona təsir edən ağırlıq qüvvəsinin işinə nisbətinin modulunu hesablayan. Birinci baxaq, bizdən nələri soruşur. Bizə deyir ki, gərilmə qüvvəsinin işinin ağırlıq qüvvəsinin işinə olan nisbəti. Deməli, öncə gərilmə qüvvəsini tapaq. Gərilmə qüvvəsini buradan yer açaq. Bilirik ki, tərpənməz blokda gərilmə qüvvəsini hesablamaq üçün T bərabərdir 2M1 M2 bölü M1 + M2 düsturumuz var. Deməli, T bərabərdir. Birbaşa yerinə qoyuram. 2, M1-imiz M, M2-miz 3M. Bölək, M1 + M2-miz 4M vurulsun J-yə. Bərabərdir. Buradan eləyər 15M. T-miz elədi 15M. İşi tapanda isə A, T yazaq da, yəni gərilmə qüvvəsinin işi bərabərdir. İş Fs olduğundan, bizdən də qüvvə olaraq gərilmə qüvvəsi olduğundan 15M, yəni T-nin qiyməti 15M-dir, vurulsun S. S yazaq. Deməli, gərilmə qüvvəsinin işi oldu 15M. S. İndi sıra ağırlıq qüvvəsindədir. Ağırlıq qüvvəmiz, bilirik ki, ağırlıq qüvvəsinin gördüyü iş MGH-dır, yəni A, bura ağırlıq yazaq, bərabərdir. İndi hansı kütləlidir? Deyir, M kütləli. Bu M kütləli cismə təsir edən ağırlıq qüvvəsi MG-dir də. MG-miz 10 vurulsun S. Belə. Bizə deyir ki, indi nisbətlərini tap. Nisbətini tapaq. A, T bölünsün A, ağırlıq bərabərdir. 15MS bölünsün 10MS-ə. MS-lər getdi, cavab alındı 1,5. Demək ki, nisbəti eləyər 1,5. 85-ci sualda isə bu dəfə ağırlıq qüvvəsinin işinə yox, deyir ki, M kütləli cismə təsir edən gərilmə qüvvəsinin 3M kütləli cismə təsir edən gərilmə qüvvəsinin işinə olan nisbəti. Bilirik ki, tərpənməz blokdur. Burada yaranan gərilmə qüvvəsi T-dirsə, burada da yaranan gərilmə qüvvəsi T-dir. Hər iki ipdə yaranan gərilmə qüvvəsi T olduğundan, görülən işlər də hər ikisində T vurulsun, hər ikisində T vurulsun S olacaq. Yəni, burada da T vurulsun S olacaq, 3-ində də T vurulsun S olacaq. Ona görə də görülən işlərin nisbəti TS-in, eləcə TS-ə nisbəti bizə verəcək 1-i. Burada 85. Baxıram indi 86-ya. 86-cı sualda isə deyir, bloklar sistemi eyni zaman müddətində 4M kütləli cismə təsir edən gərilmə qüvvəsinin, 4M-ə təsir edən gərilmə qüvvəsinin işinin M kütləli cismə təsir edən ağırlıq qüvvəsinə olan işin, yenə birinci ayrı-ayrı gərilmə qüvvələrini tapaq, ondan sonra isə işlərin qiymətlərini hesablayarıq. Gələcək buradan. Başlayaq. Deməli, burada dəqiqə 4M təsir edən gərilmə qüvvəsinin M. Birinci ağırlıq qüvvəsinə başlayaq. Ağırlıq qüvvəsi bu M cisminə təsir edən ağırlıq qüvvəsini soruşur. Bir də burada görürük ki, burada bu ipimiz, blokumuz daha doğrusu tərpənməz blokdur. Tərpənməz blokda H ip bərabərdir. S ip yazaq. S ip bərabərdir S yükə. İplə yük bir-birinə bərabərdir. Ona görə, deməli, A ağırlıq qüvvəsinin gördüyü işi yazıram. M, J ipin gərilmə qüvvəsini gördüyü üçün İndi ağırlıq qüvvəsini deyir, dəqiq cismə təsir edən. S ip S yükdə, eləcə S yük yazaq. Bu dəfə deyir ki, 4M kütləli cismə təsir edən ağırlıq gərilmə qüvvəsinə. Görək 4M kütləli cismə nə qədər gərilmə qüvvəsi sərf eləyir və buradan da görürük ki, bu cisim tərpənən blok olduğundan, tərpənən blokda isə S ip bərabərdir 2S yük olduğunu bilirik. İp 2 yükə bərabərdir. Bunu bilirik. İndi ki, baxaq, bura təsir edən ağırlıq MG-dirsə, burada MG-dir, burada MG-dir, burada MG-dir. Deməli, bura təsir edən bizə bu ip, burada yaranan gərilmə lazımdır da, 4M kütləli cismə təsir edən gərilmə. Burada yaranan ağırlıq, yəni gərilmə isə daha doğrusu 2 MG-dir. Deməli,
buradan yazaq. Deməli, T gərilməmiz, T yazıq bəs eləyirlər, bərabərdir 2mj olur. Gərilməmiz 2mj-dir. İndi yazıram. A, T gərilmə bərabərdir. Deməli, qüvvəmiz, T'miz 2mj-dir. 2mj. Vurulsun bir də S var. Dedik ki, S ib 2S yükdür. Biz yuxarıda S yük yazmışıqsa onda. Deməli, yükümüz S ib bölünsün, daha doğrusu S yük bölünsün 2 olacaq. S yük bölə 2 oldu. Bu 2 ilə də bu 2 getdi. Nə qaldı? M, J, S yük. Deməli, ağırlıq qüvvəsində də M, J, S yükdür. Gərilmə qüvvəsinin işi də mj, s yükdür. Bir-birinə nisbətləri eləyəcək 1. Gedirik 87-ci sualla. 87-ci sualda bizə deyir ki, bloklar sistemi eyni zaman ərzində M kütləli cismə təsir edən ipin gərilmə qüvvəsinin 4M kütləli cismə təsir edən ipin gərilmə qüvvəsinə nisbətini hesablayın. Birinci biz burada baxırıq ki, M kütləli, yəni cisimlərə təsir edən gərilmə qüvvələrin gəlini göstərək görək nə qədərdir. M cisminə buna təsir edən mj ağırlıqdırsa, bu ipə də təsir edən gərilmə elə T bərabər olacaq mj-yə. Bu iplə bu ip eyni ipdir, bununla da ip eyni ip olduğundan bunlar. Yəni bunların cəmi bizə verəcək buranı. Hər ikisi mj-dirsə, əgər o iplərin, burada yaranan gərilmə qüvvəsi olacaq 2mj. Deməli, iplərdə yaranan gərilmə qüvvələrini təyin elədik. İndi isə tapaq. Birinci burada baxırıq ki, bu blok tərpənməz blok olduğundan S ip bərabərdir S yük olur. Digər blok isə tərpənən blok olduğundan buradan yazırıq ki, S ip bərabərdir 2S yük. Bunlar məlumdur. Aha, indi qeyd edirik. Biz amma yükün cismə təsir edən gərilmə qüvvəsini soruşulduğundan, yəni bizə belə deyək də yük lazımdır, S yük lazımdır buradan. Buradan S yük alırıq ki, S ip bölünsün 2-dir. İndi yazırıq. Bizə deyir ki, M kütləli cismin gördüyü iş. Yəni, qarışdırmayaq deyə mən bu cürə yazacağam. AM yazacağam ki, aydın olsun. Yəni, A-nın M cisimdəki işin deyir də, belə deyək də. A-M-in A-4M. Gərilmə qüvvələrin işi, yəni M kütləli gərilmə qüvvəsi, M kütləli cismə təsir edən gərilmə qüvvəsinin işinin 4M kütləli cismə təsir edən gərilmə qüvvəsinin işinə olan nisbəti. Deməli, olacaq hər ikisində T gərilmə vurulsun S. Birinci halda M kütlənin gərilmə qüvvəsi mj-dir. S-imiz də yazmışıq ki, S ip. 4M-də isə 2mj-dir. İp isə, belə deyək də, yük üçün yazırıq da, hər ikisi üçün. S yükün də yerinə yazıram. S ip bölünsün 2. Buradan 2 çıxır sürətə. Hər tərəfdən yəni, hamısı ixtisar getdi. MJ-lər getdi, S-iplər getdi, 2-lər getdi. Cavab qaldı 1. Deməli, görülən işlərin nisbəti 1-ə bərabərdir. Sonra baxıram 88-ci sualda. 88-ci sualda isə bu zaman deyir, M kütləli cismə təsir edən ağırlıq qüvvəsinin gördüyü işin 4M kütləli cismə təsir edən ağırlıq qüvvəsinin gördüyü işə nisbətini hesablayın. Bu dəfə elə birbaşa yazacağam. Yazıram A, M-in A, 4M-ə olan nisbəti. Bərabərdir. M kütləli cismə təsir edən ağırlıq qüvvəsi mj-dir, bu öz yerində. Tərpənməz blok olduğu üçün yazıram elə S ip, S yük, yəni S ip onsuz da S yükə bərabərdir. 4M kütləli cismə təsir edən ağırlıq qüvvəsi 4mj-dir. Yenə burada tərpənən blok olduğu üçün S ipimiz bərabərdir 2S yükdür. Buradan da S yük bərabərdir S ip bölünsün 2-dir. S yükün yerinə yenə yazıram. S ip bölünsün 2. MJ-lər, S-iplər ixtisar gedir, qalır 4-də 2. 4-də 2 də eləyir, 2-də 1, yəni 0,5. Burada da cavabımız eləyir 0,5. Sonra gəlirik növbəti suala. Deyir ki, üfüqi səthə sükunətdə olan 0,14 kiloqram kütləli cismi üfüqi istiqamətdə təsirin əvəzedici qüvvənin modulu zamanla asılı qrafiki verilmişdir. 0,1 saniyə ərzində əvəzedici qüvvənin gördüyü işi hesablayın. Hesablayaq. Baxıram ki, FT-dən asılı qrafik verib. Bilirik ki, FT qrafik veribsə, qrafik altına qalan sahə bizə verəcək impuls dəyişməsin. Delta P-ni. Yəni, delta P-ni tapaq. Qrafik altına qalan sahə 3 bucaqdır. Yəni, 200 vurulsun 0,1 bölünsün 2.
Burada da cavab eləyər 10. İmpuls dəyişməmiz 10-dur. Bunu tapdıq. Bizdən işi deyir. Görülən işdə bilirik ki, kinetik enerjinin dəyişməsidir. O da P kvadratı delta P-nin kvadratı bölünsün 2M-dir. Bərabərdir. Delta P-miz 10 kvadrat eləyir 100. Bölünsün 2 vurulsun 0.4 idi səhv eləmirəmsə. Aha 0.4. 0.4-də. Neçə eləyir? 1000 bölünsün 0.8. 1000-i də 0.8-ə böləndə səhv eləmirəmsə 125 edir. Bu da elədir 125 joule. Sonra gəlirik 90. Deyir ki, elastiklik qüvvəsinin modulunun yayın uzanmasına asılı qrafikin əsasən yayı 0-dan 3x-ə qədər uzatmaq üçün, 0-dan 3x-ə qədər uzatmaq üçün görülən işi hesablayın. 0-dan 2x0-a qədər uzadanda görülən işimiz 3 joule-dur. Yəqin ki, əvəzləməklə eləyərik. Yəqin ki, yox, elə əvəzləməklə eləyirik. İndi burada biraz yer açım. Yəqin ki, biraz uzun gedəcək. Aha. Deməli, birinci əvəzləmə eləyəcəyimizin hesablayaq. 0-dan 2 x0-a qədər. Yox, bir dəqiqə x0-dan. Mən niyə bunu 0-dan oxumuşdum? Başlanğıc yox. 0-dan 2x0-a qədər uzatmaq üçün görülən iş 3 joule-dur. Yəni, bu deməkdir ki, görülən işimiz A bərabərdir. K bölünsün 2, x2 kvadrat çıxaq x1-in kvadratı. Bərabərdir. K bölə 2-mizi saxlayırıq yerində. x2-miz 2x0-da kvadrat eləyəcək 4x0-ın kvadratı çıxılsın x0-ımız da elə x0 olduğundan eləcək x0-ın kvadratına. Bu da eləyər 3k x0 kvadratı bölə 2. Bunu bizə verir 3. Çünki deyir ki, bu zaman görülən iş 3-dür. Yəni, bizim əvəzləmə aparacağımız eləyəcəyimiz belə deyək də, hissə bu hissədir. Yəni 3k x0-ın kvadratı bölünsün 2 eləyəcək 3. Bunu tapdıq. İndi bizə deyir ki, 0-dan 3x-a qədər. Eyni qaydada indi yenə A bərabərdir. K bölünsün 2. İndi 0-dan 3x0-a qədər uzadırıq. Yəni 9x0-ın kvadratı çıxılsın 0-ın kvadratı. Bu da eləyər 9 k x0 kvadratı bölünsün 2. Mən buna aydın olmaq üçün belə yazacağım. 3 vurulsun 3k x0 kvadratı bölünsün 2-yə. Baxıram ki, baxın, bu elə budur. Bax, 3k x0 kvadratı bölünsün 2. Deməli, bunun qiyməti 3 verirsə, əgər bizə bunun qiyməti 3 verirsə, o zaman bərabərdir. 3 də öndə var, 3 vurulsun 3. Bu da eləyər 9. Demək ki, 0-dan x0-a qədər görülən işimizin qiyməti eləyir 9 joule. Bu da belə. İndi növbəti suala baxaq, 91-ə. Deyir ki, x oxunun əksi istiqamətində hərəkət edən cismə təsir edən qüvvələrin gördüyü işləri müqayisə edin. Müqayisə edək. Baxıram, cisim istiqaməti, cismin özünün hərəkət istiqaməti sola doğrudur. Sürətimiz sola doğrudur. Bilirik ki, bizdə qüvvə ilə yer dəyişmə eyni istiqamətdə olanda müsbət iş görür, əksi istiqamətdə olanda isə mənfi iş görür. Ona görə onun da eyni istiqamətdə olan qüvvələr hansıdır? Baxın, eyni istiqamətdə deməyək, belə deyə bilərik də, yer dəyişməklə iki bucaq əmələ gətirirsə, yer dəyişməklə iki bucaq əmələ gətirənlər F3 ilə F4-dür. Yəni, müsbət iş görür C ilə D. Mənfi iş görür, baxaq, bunlar ikisi kör bucaq əmələ gətirir. F1 ilə F2, yəni A ilə B. İş görmür. İş görməyəndə də ona, belə deyək də, yer dəyişmə qüvvəyə perpendikulyar olmalıdır. Cisim sola doğru gedirsə, ona perpendikulyar olanda 5-dir, yəni 7. Sonra 92, bu da rahatdır. Deyir ki, ağırlıq qüvvəsinin gördüyü iş necə olar? Deməli, A hissəsində və D hissəsində ağırlıq qüvvəsi belə aşağıya yönəlir. Ümumiyyətlə, ağırlıq qüvvəsi həmişə aşağıya yönəlir. Sadəcə A ilə D-də səthə perpendikulyar istiqamətdədir. Ona görə A ilə
D-da görülən işlər olacaq 0. Yəni iş görülmür harda? Elə A hissəsində, D hissəsində. Yəni elə A-da, D-də iş görülmür. Sonra müsbət iş görür. Cisim yuxarıya qalxırsa, cisim yer dəyişməsi yuxarıya doğrudur. Amma ağırlıq qüvvəsi aşağı olduğundan cisim yuxarı qalxanda ağırlıq qüvvəsinin gördüyü iş mənfidir. Yəni B ilə Y mənfidir, B ilə Y mənfidir. Müsbət iş görür, cisim aşağıya doğru hərəkət edir. Çünki cisimin yer dəyişməsi də aşağıdır. Ağırlıq qüvvəsinin də özü də aşağı olduğuna görə, yəni qüvvə ilə yer dəyişmə eyni istiqamətdə olduğundan görülən iş olacaq müsbət. Sonra 93-cü sual, sonuncu sualdır. Uyğunluğu müəyyən eləyin. Cisim mail müstəvi üzrə qaldırılır. Mail müstəvi üzrə qaldırılır. Qaldırılırsa dartı qüvvəsi müsbət iş görəcək. Ümumiyyətlə dartı qüvvəsinin işi müsbət olur. Dartı qüvvəsi müsbət iş görür və hərəkət istiqamətindədir. Dartı qüvvəsi hərəkət istiqamətindədir. Sürtünmə qüvvəsinin işi bilirik ki, həmişə mənfidir və hərəkətin əksi istiqamətindədir. İş görmür. Dayağın reaksiya qüvvəsi də orta məktəb dərsliyinə görə iş görmür. Əslində iş görür, amma biz burada deyirik ki, iş görmür. Bu da olur C variantı. Bununla da bugünkü izahımız da sona çatdı.